Pis təsir elədi. Əlbəttə. Ümumiyyətlə kiminsə ölüm haqqıdır da. Yəni sən bu dünyaya gəlmisənsə, bir gün burdan gedəcəksən. Amma kiminsə əli ilə yox da, yəni Tanrı sənə verdiyi canı alsın, tamamdır. Onsuz sənə bu verilmişdi. Yəni bunu da alınacaqdı səndən. Amma sən kiminsə əli ilə sənin canını alınanda bu adamlara da təsir eləyir. Bax sənə indi də pis təsir elədi. Ümumi məncə belə bir xəbərlər yayılır da, filan kəsi öldürdü, filan kəsi bıçaqladı. Bu çox acınacaqlı haldır da. Yəni sən özünü nə qədər Tanrı yerinə qoymalısan ki, kimisə canını alasan. Sən kimisə can verməmsən ki, can alasan. Mən belə düşünürəm. Kiminsə nə hardasa səhvi var, tutaq ki, kimsə sənə xəyanət eləyib, sən onu olduğu kimi buraxırsan, öz həyatından silirsən, öz yoluna onsuz davam edirsən və ona uyğun davam edirsən. Yoxsa gedim özümü də bədbəxt eləyim, getdin, onu öldürdün, özün getdin türməyə, bütün ömrün getdi, türmədən çıxandan sonra artıq bir neçə il keçdi, tutaq ki də. Bax, bütün bunları gözə almaq, bütün bunların içində yaşamaq çox çətindir. Kimisə canını almaq ağır məsələdir. Yəqin ki, bu biraz cəmiyyət də bu fikri formalaşdırır. Cəmiyyəti də nəzərə alır, bu addımı atır. Bəli. İndi misal üçün hansısa bir ölüm xəbəri yayılanda altdakı şərhlərdəki kimidir də cəmiyyət. Bəziləri deyir ki, yaxşı eləyib, bəziləri deyir ki, niyə öldürdün? Bəziləri deyir ki, özünə yazığın gəlsin. Eyni ilə belədir də, cəmiyyət həmişə nəsə danışacaq. Olan sənə oldu, olan sənin qarşındakın oldu və yaxud tutaq ki, əgər xəyanət üstündə birini öldürdün, olan uşaqlar oldu. Ömür boyu travma ilə yaşadılar. Nə bilim, həmişə deyəcəklər ki, filan kəsin atası anasını xəyanət üstündə öldürüb. Yəni onun təsəvvür eləmək olmur da, o uşaqlar böyüyəndə necə travma ilə, bəlkə də ölkəni dəyişməlidirlər ki, o qınaqdan çıxsınlar, amma özlərini dəyişə bilməyəcəklər də, özlərinin psixoloji həmişə gözünün qabağında olacaq. Bizim indi tutaq ki, orta statistik Azərbaycan ailəsi, orta yaşlı nəsil daha çox davaya meyilli idi də, indi o filan kəsin üstünə qışqırdı, filan kəsi vurdu, filan kəsin evdən qovdu. O şeylər elə yerə gəlib çatdı ki, filan kəsi qovmadı, filan kəsi öldürdü. Yəni necə artıb da, yəni adi bir mübahisə bəlkə gətirib çıxarar kiminsə ölümünə. Yəni o indi məncə bu 50-yə çatmaq artıq çox olub, böyük bir hünər sayılır da. 50 yaşacan yaşamısansa, gör necə azalıb da bütün o şey ki, sənin 50 yaşın varsa artıq halaldır, gəldin, çatdın. Yəni 50-yə çatmayan adamlar, öldürülməyən adamlar da ürəkləri partlayır. Yəni zarafatsız da, yəni nə qədər ürəkdən dünyasını dəyişən gənc adamlar var da. Deməli bu cəmiyyətdə ümumi bu dünyada bir stres var. Yəni bizim mən hiss edirəm, amma o gərginlik var. Yəni gərginlik var əlbəttə. Hər şeyə çatmaq, hər şeyi etmək, nəyinsə həmişə az olmağı. İndi biz kadrlara zada baxırıq da 60-cı illər, 70-ci illər, nə bilim lap 90-cı illər necə hər şey daha sakit idi, rahat idi, aram idi. Sən bir şey görmək istəyirdin, onun haqqında fikirləşirdin, sonra eləyirdin. İndi sənin fikirləşməyə də vaxtın yoxdur. Belə indi eləməlisən də, indi baş verməlidir. Bu pul indi tapılmalıdır. Ondan da istifadə var ki, bu pul yoxdur. Bütün günü sənə reklam verir ki, filan bank sənə bunu verir. Sanki hamı bilir ki, sənin vəziyyətin tələsdirirlər elə. Ay sağ ol. Səni bildiyin diriyiblər də. Yəni loru dilində desək, bu dünyada səni diriyirlər, yaşamağa diriyirlər. Yaşamağa diriyir, ürəyin partlayır. Yəni gənc adamın ürəyi partlamağı nə deməkdir? Yəni gör bu nələr yaşayıb ki, necə stresin içindədir ki,
adamın ürəyi partlayar. O deyir sənə ürəyin partlayar. Ürəyin partladı. Yəni oradan da o elə loru dildə deyə gəlib ürəyi partlayır cəmaatın. Keçən səfər bir qaqaş dedi ki, elə bil ki, bəşəriyyət yorulub. Ay, Çox əla söz dedi. qəşəngdir. Biraz uzun söhbət elədi. Ən axırda dedi ki, bilirsən qaqaş necədir? Elə bil ki, bəşəriyyət yorulub. Döndüm qaqaşa baxdım, gördüm ki, belə sözündə həqiqət var da. Elə bil ki, həqiqətən də bəşəriyyət elə bil yorulub. Elə bil ki, bəşəriyyət öz-özünü təkrarlamağa gedir artıq. Yəni o bəşəriyyət o qədər eyni şey eləyib ki, artıq bezib insanlardan belə başa düşürəm də. Yəni təbii o proseslər, nə bilim oradan su, tsunami, nə bilim buradan vulkan, zəlzələ, yəni çıxın gedin də belə eləmək istəyir. Başa düşdün? Yəni qutarın da nə istəyirsə meşələri nə bilim kəsdiniz, heyvanları yediniz, dərisindən paltar düzəltdiniz, ətindən kabab elədiniz. Yəni suyunu qurutdunuz. Hər cürdə neftini çıxartdınız, nefti üstündə davalar elədiniz. Nə qaldı? Yəni bu sənin nə bilim ağaclar var, ağacları kəsib kağız elədiniz. Kağızın üzərinə yazırsınız ki, ağacları kəsmək olmaz. Hətta nə oldu da? Yəni niyə? Yəni elə insanlıq olmayanda bəşəriyyət öz-özü üçün elə yaşayır da, 100 illərlə qalmışdı da. Yəni hamı öz şeyində axarındaydı da, bir sistem var idi, bir sistemdə axardı. Sən indi bu nə sistemdir? Sən səhər tezdən durursan ki, bu gün nə edəcəm ki, dala düşməyim. Yəni neyiniyim ki, biraz da pul qazanım. Yəni bu elə dünyadır da. Yəni, özdəki internetdə hamı da görürsən ki, hamı yaxşı yerdədir. İndi sənin qabağına çıxanları da deyirsən ki, mən də istəyirəm. Sən də istəyirsən, çatdıra bilmirsən, adamın ürəyi partlayır. Sosial o söz dedin, ağaclara yazırlar. Onu Ramiz Rövşənin bir yaxşı şeiri var idi. Deyir, uçan durnalara şeir yazdılar, ölən durnaların lələkləri ilə. Bəh. Əla sözdür. Çox gözəldir axı. Çox qəşəngdir. Çox doğrudur. Yəni nəyədənsə istifadə eləyib, yenə də ondan istifadə eləyirlər, amma onun qadağan olduğunu deyirlər. Misal üçün çox gülməlidir indi. Misal üçün tutaq ki, siqaret əleyhinə bir aparat yaradırlar ki, siqareti tərgizəsən. O aparatda həmin siqaret yaratdığı şirkət yaradıb. Yəni siqaretdən də ziyanlı. Yəni həm siqaret istehsal edir ki, sən siqaret çək, həm deyir ziyandır. Sonra onu tərgizməsi üçün özü yenə bir şey eləyir. Yəni hər bir halda özləridir də, özüdür, başa düşdün? Yəni hamısını eləyən insandır. Hə, hamısını eləyən insandır. Sən elə bil fırladırlar da, bir dəyirmanın içindəsən. Fırladırlar, istədikləri kimi vururlar ora, vururlar bura. Sənə göstərdikləri kofeni içirsən, sənə satdıqları, sənə göstərmək istədikləri restoranda yeyib içməlisən. Sənə trend olan şeyləri elətdirirlər. Sənə təzə iPhone çıxıbsa, təzə iPhone satdırırlar. Yəni idarə edirlər. İdarə edirlər də. Hə, mənim bir dostum vardı. Deyir ki, misal üçün çox qəribədir axı, misal üçün metro, avtobus, yəni bir kütlə insanı bir yerdən o biri yerə aparır da. Deyir ki, necə bu insanlar bir yerdən o biri yerə bir yerdə gedirlər. İndi mən ona izah elədim ki, sən bunu vizual görürsən ki, bir yerdən bir yerə gedir. Güya sən özün tutaq ki, əgər taksi ilə, maşınla gedirsənsə, güya ki, sən öz yolu özün gedirsən. Elə yenə də istədikləri yola aparırlar da. Sadəcə sən avtobusla getmirsən, taksi ilə gedirsən. Amma ümumi yəni eyni yerdəsən. Yəni harada fırlatsan eyni cürsən. Yəni aşağı yuxarı hamının yaşadığı şeyləri yaşayırsan. Yəni eyni restoran, yeməklər, eyni telefonlar, hər şey, yəni sadəcə bir robot kimi, yəni nə bilim, durduq, bilirsən ki, bu gün nə eləyəcəksən, bu gün bitdi, yoruldun, yatdın, səhər durdun, eyni şeylər təkrar elədin. Necə maraqsızdır? Çox maraqsızdır. Bir dərinliyə gedəndə, dərin düşünəndə adama çox maraqsız gəlir. Hərdən ona görə düşünmədən yaşamaq lazımdır. Düzünə yaşamaq lazımdır. Heyf deyil axmaq olmaq, heç nəyin fərqində deyilsən, elə rahat olmaq. Rahat özün üçün heç nə, biraz fikirləşən kimi adam depressiyaya düşür. İndi o belə şeylər var, belə adamlar görürsən, belə
İndi mən tutaq ki, məşqə, fitnesə gedəndə bir də görsən adam oturub hərəkətsiz oturub bir yerə baxır. Elə adamlar mən nə qədər görmüşəm. Yəni çox. Mən özüm də elə bir də görsən tutulursan belə. O qədər yüklüdür ki, hər şey başa düşdün. Beyin də çatdırmır. Beyin də bəşəriyyət kimidir ki, o da bəsdir. Beyin də yorulub. Beyni də yorulub adamın. Adamın beynini yorublar. Əvvəllər adamın ürəyini yorurdular. Şairlər, yazıçılar. Deyirdin ki, o da bəsdir də bu qədər əsər yazırsan, məndə ürək qalmadı. İndi artıq onlar yox olublar. İndi sənin beynini yorurlar. Motivasiya, nə bilim, onu etməlisən, durub buna çatmalısan, filan maşını niyə sürməyəsən, filan şeydən niyə istifadə etməyəsən, yüklənirsən, deyirsən ki, bunu da hesablayırsan, onu satsan bunu ala bilərəmmi, görəsən, bunu alsam, bunu ala bilərəmmi, getdi. Deyirsən, belə divarda durmusan, belə fikirləşirsən. Özün də bilmirsən ki, bunu etdiyə necə gəlmişsən. Ay, sağ ol, haradasan. Misal üçün olur, misal üçün maşın sürürəm, bir də görəm çatmışam, yəni bilmirəm, o yolu necə gəldiyimi bilmirəm. O qədər fikirlisən ki, getdin, yoxsan. Yəni sanki o həmin aralıqda yaşamadın da, düzdür? Gör nə qədər belə vaxtımız alırlar. Beyindən düşünmək. Gör nə qədər belə vaxtımız alırlar. Probka, tıxac, aləm dəyir bir-birinə. O buna aqressivdir. İndi bax misal üçün necə aqressivdir? İnsanlar necə bir-birinə aqressivdilər? Yəni sən birinin sadəcə tıxacda o birinə siqnal verməyi, səbirsiz. Qabağına girməyi, yarışmaq, bir də görsən sən də onun içindəsən. Belə gedirsən, kimsə səni keçir, sən də keçmək istəyirsən. Girmisən də o yarışın içindəsən, mənasız yarışın içindəsən də. Yəni nə qalib var, nə sənə medal verəcəklər, nə məğlub var. Sadəcə boş şeyin içindəsən. Enerji və mənasız şeylərə xərcləyirsən. Olur da belə acığa eləyirsən. Gör nə yerə çatmışıq. Yəni mən marşrutla hərəkət eləyirəm də. Hər səhər metroya düşəndə həmişə özümə belə ətrafı müşahidə eləyirəm. Görürəm ki, hamı da belə qəribə şəkildə bir aqressiyamı deyim, bir yorğunluqmu deyim. Hamı vaxt belə elə bil ki, belə loru dildə desəm, elə bir lomkadadır. Hamı vaxt belə üzüntülü formada dayanır. Mən biraz pozitivəm də, özlüyümdə, nə olur olsun gülməyə nəysə tapıram, özümdən asılı deyil. Belə ən kədərli vaxtımda da, ən belə depressiv vaxtımda da mütləq gülməyə bir şey tapıram. Bu mənim özümdən asılı deyil. Elə adamları görəndə mənə biraz mənfi təsir, pis təsir eləyir. Yəni səhər-səhərdə mən səninlə tutaq bir metroda qarşılaşıram, sənin üzündə gülüş olsun, sənə baxıram. Bir də görsən, sənin də dərdin mənə götürürsən. Görürsən bunun nə problemi var ki, bu səhər tezdən belə dərdli oturub. Bir də həmişə fikir verdiyim şey bilsən nə olur? Misal üçün biz səhər-səhər yuxudan dururuq, hazırlaşırıq. İndi mən kişi olaraq deyirəm də, hazırlaşırıq, işə gedirik də. Bizim səhər durub, əl-üzümüzü yuyub, yemək yeyib hazırlaşmağımız, bunu tələsik eləsə, 15-20 dəqiqə çəkər. Bir dəfə bir maraqlı bir şey gördüm, marşruta mindim, səhər saat 7-yə işləyir. Görüm ki, bir xanım əyləşib, üz-gözü makiyajda, hər şeyi qaydasında, təzə paltarlarını geyib və əyləşib. Mən ora tələsik qaçdım marşruta çatmağa da. Bu hazır əyləşmişdim. Baxdım ki, bu qədər prosesi həyata keçirmək üçün ən azı buna bir saat yarım vaxt lazımdır. O çox qəribəmə gəldi biraz. Həm də misal üçün əgər belə mövzu bura gəlib çatdısa, misal üçün xanımlar çox qəribədirlər də. Yəni bütün gecəni ağlayıb, səhər durub heç nə olmamış kimi ən yaxşı makiyajını eləyib çıxıb gedir. Çıxıb gedir. Necə qəribədir. Əslində həm də biraz qorxuludur. Çox qorxuludur. Yəni bir şey səni, yəni tutaq ki, biz bir kişi kimi nəyəsə üzülsən, mən onu bir həftə ən azı 3 gün çəkər də, yəni oradan çıxmağım. Yəni bir üzüntü qalacaq da üzümdə də, yəni bir qəribəlik olacaq. Hamı soruşacaq ki, nə olub gözündə bir qəm var. Yəni bütün gecəni ağlayıb səhər makiyaj edən, heç nə olmamış kimi işə gedib hamıya gülən xanım sənə nələr eləməz? Demə. Yəqin ki, onlar
güclü adamlarda Çox xarakter olaraq. xanımlar, xarakter xanımlar olaraq. ümumiyyətlə çox xarakter olaraq çox güclü. Kişilərdən çox güclüdürlər də. Yəni bir kişi dünyaya uşaq gətirmir, bir xanım gətirib də dünyaya və onun üçün, yəni gör necə formalaşıb təbiət ona bir şey verib ki, sən insandan insan yaranırsa, bu acını çəkib bir insan dünyaya gətirirsə, sənin ona bir pis söz deməyin, sənin o ilə acı davranmağın Bəlkə də ona sıfırdır. vız gələr, yəqin ki. O keçən səfər bir söhbətdə gördüm. O fikirləşdim ki, bunlar həqiqətən düz deyir də. Nəsə belə podkastı olar da öz layihələrdə deyir ki, analar hər gün yemək bişirir. Ay birdən fikirləşdim, doğrudan da hər gün yemək bişirirlər. Səhər yemək hazırlayırlar, günortaya yemək bişirirlər, axşama yemək bişirirlər və bu proses hər gün davam eləyir. Əslində misal üçün onlar öz qadağalarından falan danışırlar. İndi mövzu olaraq danışırlar. Bu mövzu belə mənə çox dərin gəldi. Ki, yəni və bundan usanmırlar. Elə bir nəfəs almaq üçün bir şeydə səhər-səhər də yemək hazırlayırlar, günorta da yemək hazırlayırlar, axşam da yemək hazırlayırlar. Biz bir də görsən bir şeyi 5-6 dəfə eləyəndə desən ki, Allah da bu nə qədər olar belə, yekunlaşdır da bunu bir dəfə elədin, 2 dəfə elədin, da sağ ol. Analar hər gün yemək bişirirlər. Hər gün yemək bişirirlər. Gör nə maraqlıdır. İndi misal üçün hətta elə analar var ki, ailədə kim nə xoşlamır, ona ayrı şey bişirir. Sənə ayrı bir şey bişirir. Bizdə də elədir. Mənim mal əti yemirəm deyə mənə ancaq toyuğun olan yeməklər bişirir. Mən də məsəl üçün pişmiş soğan yemirəm, pişmiş soğansız yemək bişirir. Atam üçün də ayrıca yemək bişirir. Hələ biz səndə narazısan ki, mən filan şey niyə çatmaz? Mən adam yaşa dolduqca çox şeyi başqa cür dərk eləyir də. Hərdən mən anama baxıb ürəyimdə deyirəm ki, bəlkə də mən bu, bəlkə də yox elədir. Bu həyatda elə özüm kimi təmənnasız, tərəddüdsüz sevən yeganə adamdır. Bu sözü həmişə özümə deyirəm ki, doğrudur. Nə olur olsun, bütün kaprizmə dözən, bütün əziyyətimi çəkən, mən biraz özümdə kaprizli adamam. Bir də görsən nəyəsə sifət eləyirəm, olur da mən hədə xarakterimdə var. Bir də görsən nəyədənsə küsürəm, bir də görsən nəyəsə üstünə çox gedirəm. Bir dediyim olmadısa, pis olmadı. Yəni canıma dərman da olsa da ona qayıtmayacağam. Və həmin adam bunlara dözür. İndi 28 yaşım var da. Yenə yaxşı ki biraz tez dərk eləmişəm bu şeyləri. O yaxşıdır. İndi hələ biz bir yerdə dərk eləmişik, qədrini bilmişik. Yenə də əziyyət veririk, amma biraz başa düşüb, biraz belə sıxılıb eləyirik. O elə ərlər var da, yəni ömür boyu borc kimi elətdirib ona. Yəni sanki bu sənin borcunmuş kimi davranan adamlar var da. Eləməlisən də. Eləməlisən. Elə qadınlar var ki, onlara dözüblər bir ömür boyu da. Yəni misal üçün sənin borcundur səhər durub gecə nə qədər gec yatdınsa da, nə bilim nə işini gördünsə də səhər durub mənim çayım stolun üstündə olmalıdır. Belə kişilər var. Yəni özü durub bir dənə çayı qoyub orada qızdırıb süzməz. Bax məsələn mənim bir tanışım var idi. O deyirdi ki, bir dəfə bir söhbət elədi. Dedi ki, məclisin ortası idi. Əmim durdu. Demək göz qaş eləyib ki, məclisdən yoldaşına göz qaş eləyib ki, bəs qalxaq da məclisdən. Nəsə indi gəlməyib də. İndi bəlkə bir qohumlarla söhbət eləyir, ya hələ də bəlkə getmək istəmir. Deyir ikinci dəfə baxanda durdu külqabını atdı üstünə. Belə bunu danışdı, belə və bunu fəxrlə danışır. Hə, mən də qulaq asıram, gülə-gülə qulaq asıram ki, mövzunun hamısını danışsın da. Mən danışdı. Dedim ki, bu səncə yaxşı hərəkətdir? Yəni deyirəm cəmaatın içində, lap cəmaat olmasa belə. Yox, gör cəmaatın içində. Qıraqdan edir, gör. Hə, gör, aysa o gör, qıraqdan edir. Deyir ki, yox, deyir onun deyir sözünün kəsəri var. Onun sözünün kəsəri bilirsən nədəndir? Onun qolunun gücü var sadəcə. Bəli, onun sözünün kəsəri həmin adam onun qorxusundandır. Səbəb o qorxu olmasa heç vaxt ona hörmət eləməyəcək. Sən gərək elə olasan ki, elə rəftar eləyəsən ki, elə münasibət saxlayasan ki, elə hörmət qoyasan ki, sən o hörmətin qarşılığın hörmət qarşılığında görəsən. Bəli. Yoxsa ki, qorxu gücünə bunun fəxrinə ki, durdu, atdı.
Elə o elə gəlib danışırdı. Hə, istəyirəm o səninlə danışsam. Baxdım ki, o da psixoloji, amma onu maksimum döndərirdim də. O böyüyüb o da ondan olacaqdı. Hə, olub işte bir nüans danışmışdı, dedim, hara fırlasan dedim ki, mənim qardaşım, bu yaxşı şey deyil də. Yəni sən kişisən deyə bunu eləməlisən deyə bir söz yoxdur. O olmaz. Nə olur olsun. Kişilər bəzən qarışdırırlar da, sözün kəsəri ilə qolun gücünü qarışdırırlar. Sən qol gücünə elətdirdiyini elə bilirsən ki, sözün gücüdür, amma elə deyil. Bu elə şeylər var ki, məsələn, o sırf qolun gücünə görə elətdirdiklərini qocalanda başa düşəcəksən ki, qolunun gücü olmayanda eləyə bilmədin, elətdirə bilmədin artıq. Bir də var sözünün kəsəri. Sən xəstə də yatıb bir nəfərə deyə bilərsən ki, bunu etməz. Əlbəttə. Bu söz kəsəridir. Yəni sözünün ağası olmaq çox çətindir. Sən o qədər hörmət eləməlisən öz yoldaşına və evdəkilərdən o qədər hörmət qazanmalısan ki, sənin sözün qol gücü ilə deyil, sözündür deyənə olunsun. Yəni bu çox gəlizdir də. Bir çox kişilər qarışdırırlar da. Yəni mən güclüyəm, yaxşı sən güclüsən, sənin gücünün də bitən yeri var. Bu dünyada əbədi heç nə yoxdur. Əbədi göylərdə qartal da dayanmır. Qartalın da göydən enən vaxtı var. Yəni sənin də enən vaxtın olacaq və sən də düşəcəksən. Sənin də o hüceyrədən öləcək, əzələn gedəcək, halın olmayacaq, ayağın tutmayacaq. Onda sənin sözün lazım olacaq. Sənsə güc vermişdin əlivə. Artıq əllə, mən bir dəfə belə fikir yazmışdım. Bir əl ilə başlayır sevgilər, bir əl ilə də bitir. Salamlaşıb əl verib görüşüb başlayırsan münasibətə, şapalaq vurub ayrılırsan. Atam həmişə deyir ki, deyir mən qadına əl qaldıran kişiyə zəif kişi kimi baxıram. Deyir qadına, yəni ki, bir kişi əgər qadına əl qaldırırsa, o əslində çox zəif kişidir. Qadın da kişi də qadına deyir, əl qaldırar. Doğrudur. Adamı döyəndə də sözlə döyərlər. Söz heç də, söz çox sehirli sözdür da. Yəni söz adamı qaldırır, söz adamı salır, söz adamı məhv edər. Yəni bir söz ailədən bütün hörmətini aparar. Misal üçün bir kim idi? O gün bir şeyə baxırdım. Bir psixoloqdur. Deyir ki, uşaqlarınıza hərəkətləri öyrədin. Uşaqlar eşitməklə yox, uşaqlar görməklə tərbiyələnir. Belə deyir ki, necə? Misal üçün deyir ki, bu neçədir? 2. Hə. Bəs burada neçə barmaq var? 10. Hə. Bir əlimdə neçədir burada? 10. 5 daxil. Gördün? Deyir ki, uşaqlar sənin hərəkətlərinə fikir verir. Uşaqlar səni eşitmirlər. Yəni sən necəsənsə uşaq da ona oxşayacaq. Evdəki hərəkətlərinizə fikir verin. Danışdıqlarınıza deyil. Gör indi uşaqdır da bu görür. Görsən elə burdan bura özümüz bizim beynimiz nə eşitmək istəyirdisə onu eşitdi. Çünki nəyi görürdü, onu ötürürdü də. Çox maraqlıdır. Ya o görmək sözü düzdür. Çünki məsəl üçün mən bir də görsən hardasa kimsə ailə münaqişəsindən söhbət eləyəndə mən onu başa düşmürəm. Mənə çatmır. Həmişə ona belə cavab verirəm ki, sən deyirsən, mən başa düşmürəm. Çünki mən heç vaxt elə şey görməmişəm. Ailədə söz-söhbət, dava-dalaş, münaqişə görməmişəm. Eşitməmişəmi qoydum bir qırağa, heç eşitməmişəm də ki, misal üçün gizlin hardasa dalaşalar valideynlərim. Onu görməmişəm. Ona görə də psixoloq əla yerə toxunub. Görməklə böyüyür uşaqlar. Ona görə indi biz nə görürüksə bir yaşa qədər ondan sonra oyuq da, onu formalaşdırırıq. Ehtiyatlı olmaq lazımdır. Uşaqların gələcəyi ilə oynamaq. İndi təzədən qayıdaq o xəyanətə. Sən gəlmisən, tutaq ki, arvadı uşaqların qarşısında bıçaqladın, öldürdün. Uşaqlar necə olacaq? Sən təsəvvür elədin onu. Yəni adi bir uşağın yadından çıxmır ki, atam anamın üstünə qışqırmışdı, anamı vurmuşdu. Ömür boyu travma qalır bu səndə. O ki qaldı, atam anamı bıçaqlamışdı, yəni öldürmüşdü. Elə şey olar.